uşaqlara baxıram, amma mən hələ qucağıma körpə uşaq tutmağa hazır bir insan deyiləm. Bu uşaqlar mənə çətinlik yaratmırlar. Yəni bir tarelka qab qoymursan özün üçün, qoyursan əlavə 2 tarelka, 3 tarelka. Yəni çətin bir şey yoxdur. Yəni mən onsuz da bir dənə kartoşka doğrayıb qızardacamsa özüm üçün, o 3 dənə artıq eləmək heç kəsin başını yarmaz. Amma yəni xırda balaca uşaq saxlaya biləcəyimə hələ əmin deyiləm. Asla təşəkkür edirəm. Çox sağ olun. Heç buradakı insanlar var, təzə gəlirlər mənim səhifəmə. Heç kəsin ağlının ucundan belə keçməz ki, o uşaqlar mənim uşaqlarım deyil. Məndən olsa deyərəm mənim uşaqlarımdır. Sadəcə fikirləşirəm, bəlkə kiminsə pisinə gələr, kiminsə xoşuna gəlməz və yaxud da Şəhriyarın və yaxud da uşaqların. Amma mən onları yad biri kimi görmürəm. Yəni mən özüm elə bir ailədə böyümüşəm ki, mənim belə bir ailəyə həmişə ehtiyacım olub. Süfrədə tək oturmuşam uşaq vaxtı. Bir anam olub, bir mən olmuşam. Mənim mənəvi olaraq əslində çox sağ ol. Belə bir ailəyə, belə bir sevgiyə, belə bir süfrəyə ehtiyacım olub. Mən xəstələnmişdim o gün. Çox pis xəstələnmişdim. Mənim ta ki ağrılarım dayanmayınca boğazım, qulağım, dişim, hər yerim ağrıyırdı. Böyük Şəhriyarın böyük qızı mənim əlimi buraxmadı. Daha Şəhriyar belə getdi, işlərini həll elədi, gəldi. Ta ki mənim ağrılarım bitməyincə o uşaq mənim əlimi buraxmadı. Başa düşürsünüz bu nə deməkdir? Hansı ana ata indiki dövrdə səhərdən axşama kimi başının üstündə qalır uşağını, dərmanını verir, gedir işlərini görür. Onlar o qədər sədaqətli uşaqlardılar, o qədər gözəl uşaqlardılar. Yəni necə deyim, o belə marketə girəndə mən bunu istəyirəm, almasan özümü öldürəcəm, qışqırsın, ağlasın, qətiyyən belə uşaqlar deyil. Adicə girirlər, bir dənə saqqız belə istəyəndə gəlirlər qulağıma, deyirlər ki, aşkım saqqız ala bilərik, imkanımız var. Yəni belə uşaqlardır, başa düşdünüz. Elə uşaqlara can qurban. Vallahi elə uşaqlara ömür fəda. Çox tərbiyəli, çox ağıllı, çox mərifətli, qayğı ki.